Değerli yoldaşlar, Xürrəmilər Hərəkatı. Xürrəmilər. Xürrəmilər Hərəkatına keçməzdən öncə, deməli, bu dövrdə nəyə görə Azərbaycanda ərəblərə qarşı üsyan meyilləri, üsyan etmək fikirləri meydana gəlmişdi? Bunun səbəbi nə idi? Əhali nəyin uğrunda mübarizə aparmağa başladı? Demək, ərəblərin köçürmə siyasəti, ərəblərin ağır vergi siyasəti demişdik, Əməvilər və Abbasilərdən sonra ciddi vergi artımları, ərəb məmurlarının özbaşınalığı, yəni köçürmə siyasəti, ağır vergi siyasəti və məmur özbaşınalığı, eyni zamanda yerli feodalların imtiyazlarının məhdudlaşdırılması, yerli feodallara qarşı ərəb feodalları ilə müqayisədə ciddi deməli məhdudlaşdırma tədbirlərinin həyata keçirilməsi bu dörd ünsur Azərbaycanda ərəblərə qarşı üsyanların başlanmasının əsas səbəbləri idi. İlk əvvəl danışaq Misafir üsyanı. 748-752-ci illəri əhatə edir. Harada baş verib? Beyləqanda. Hansı ərəb sülalələrinin dövründə baş verib? Bildiyimiz kimi 750-ci ilə qədər Əməvilərdir. Ona görə Müsafir üsyanı 748-ci ildə başladığı üçün həm Əməvilər sülaləsinin 752-ci ildə bitdiyi üçün həm də Abbasilər sülaləsinin dövrünə təsadüf edir. Keçirik Xürrəmilərə. Əl-Müxəmmirə nə deməkdir? Qırmızı geyinənlər. Xürrəmiləri belə adlandırırdılar. Deməli, Müxəmmirə. 778-ci ildə başlayıb 837-ci ilə qədər davam edib. Təqribən 60 illik bir müddətdir. Mərkəz burada əsas dayanacaq yeri, mühafizə yeri Bəz qalası idi. Amma əsas mərkəz olaraq Azərbaycan idi və digər ərazilərə də yayılmışdı. Xürrəmilər Məzdəkilərin ideya davamçıları idilər. Məzdəkilərin ideya davamçıları. Lakin Məzdəkilərdən bir fərqi var idi Xürrəmlərin. Onlar həm də Yadellilərə qarşı mübarizə aparırdılar. Bu Məzdəkilərdə yox idi. Xürrəmlərin ilk çıxışları nə vaxt olub? 778 və 808-ci illərdə. Hər ikisində bu çıxışlar yatırılıb. Burada deməli bu dönəmlərdə Cavidan və Əbu İmran deməli Xürrəmlərə rəhbərlik edirdi. Onların arasında da ixtilaflar var idi. Onların arasında da həll olmayan məsələlər olduğundan bir-birləri ilə də mübarizə aparırdılar. Bu da Xürrəmlərin vahid cəbhədə səfərbər olmasına mane olurdu və ərəblər çox asanlıqla bu ilk çıxışları yatıra bilirdilər. Nəhayət, Xürrəmlərin rəhbəri Babək olacaq. 816-cı ildən 837-ci ilə qədər rəhbərliyi Babək etmişdir Xürrəmilərə. Babəkin əsl adı Həsəndir. Bilalabad kəndindəndir. O, deməli, Cavidanın silahdaşı, silah yoldaşı olub. Sonra Cavidan və Əbu İmran bir-birlərini deməli, qarşı mübarizə aparmış, hər ikisi ölmüş. Ondan sonra deməli, Babək Xürrəmilərə rəhbərlik etmişdir. Babəkin də silahdaşları var idi. Əsas silahdaşlarından Muaviyyə, Abdullah, Tarxan, Adil. Bu sərkərdələrin adını çəkə bilərik. 819-cu ildə deməli, xəlifə, hansı xəlifə? Xəlifə Əl-Məmun. Deməli, ilk nizami ordu göndərir. İlk nizami ordu. Bunun səbəbi nə idi? Niyə nizami ordu göndərdi? Çünki deməli, 816-cı ildəki Babək gəldi Xürrəmlərə rəhbərlik etməyə. Qısa müddətdə Xürrəmləri səfərbər elədi. Ətraf ərazilərdə bir sıra tədbirlər həyata keçirdi. Təbliğatı gücləndirdi. Xalqın azadlığı mübarizəsində bir dönüş nöqtəsi yaratdı və güclənmiş Xürrəmiləri artıq nizami ordu ilə məğlub etmək olardı. Bunu düşünən xəlifə Əl-Məmun 819-cu ildə ilk nizami ordunu göndərdi. Lakin bu ilk nizami ordunu Babək məğlub elədi. Məğlub elədikdən sonra Sünik, Bərdə, Arsaq, Beyləqanı azad elədi. Beyləqanı azad elədi Babək. Artıq birinci nizami ordu məğlub oldu. 829-cu ildə birinci Həştadsər döyüşü baş verdi. 829
Birinci Həştadsər döyüşü. Burada ərəblərin məqsədi nə idi? Bir dəfəlik bu Bəz qalası məsələsini həll etmək. Yəni Bəz qalasını tutmaq, Xürrəmilərin deməli gücünü qırmaq. Lakin bu alınmadı. Xürrəmilər qələbə çaldı. Ərəblər məğlub oldu yenidən. İkinci Nizami ordu artıq məğlub olur. 830-cu ildə bir döyüş də oldu. Birinci Həmədan döyüşü. Həmədan şəhərini Babək azad elədi. Babək genişləndirir hərəkatı və sürətli qələbələrlə öz təsir dairəsini də genişləndirirdi. Artıq Xəlifə Möhtəsim hakimiyyətə gəlir. Xəlifə Məmun oğlu Möhtəsimə ciddi tapşırdı ki, bütün işlərini dayandırırsan, yönəlirsən Babəklərin üzərinə. Deməli, Xəlifə Möhtəsim 833-842-ci illərdə hakimiyyətdə olur. Babəklər hərəkatının, yəni Xürrəmilər hərəkatının yatırılması Xəlifə Möhtəsimin dövrünə düşür. Xəlifə Möhtəsimin ilk addımı o vaxtı Bizansla müharibə aparırdı, o müharibəni dayandırdı. Müvəqqəti sülh bağladı və bütün səfərbərliyi Xürrəmlərə qarşı yönəltdi. Nələr baş verəcək? 833-cü ildə, 833, ikinci Həmədan döyüşü baş verdi. İkinci Həmədan döyüşü. Bu dəfə Xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğradılar. Xürrəmilər ilk ağır məğlubiyyəti ərəblərə qarşı 833-cü ildə deməli, ikinci Həmədan döyüşündə olub. 835-ci ildə Xəlifə Möhtəsim Afşin Heydər İbn Kavusu, Türk mənşəli sərkərdədir, Babəklərə qarşı ordunun baş komandanı təyin elədi. Afşin Heydər İbn Kavus 835-ci ildəki bu vəzifəyə gətirildi, dərhal iqamətgahı Bərzəndə köçürdü. Bu da Bəz qalasına yaxın idi. Yollarda bərpa işləri apardı ki, rahat kommunikasiya işlərini görə bilsin. Nizam-intizam yaratdı daxildə, ordunun tərkibində. Sonra sui-qəsdlər təşkil edildi. Kimlərə qarşı? Babəkin yaxın silahdaşlarına qarşı qəfil sui-qəsdlər təşkil edildi. Onları bir-bir aradan götürdü. Kəşfiyyatçı dəstələr yaratdı və kəşfiyyatçı dəstələrlə ilkin məlumatları, doğru məlumatları Babəklər haqqında almağa başladı. Bu ciddi tədbirlər gələcəkdə Babəklərin məğlub olmasına ciddi təsir edəcək. Lakin 836-cı ildə ikinci Həştadsər döyüşü baş verdi və bu Həştadsər döyüşündə, yəni ikinci döyüşdə də birinci kimi Xürrəmilər qələbə qazandı, ərəblər məğlub oldu. Bu məğlubiyyət nəticəsində xeyli deməli silah, sursat, qənimət Xürrəmlərin əlinə keçdi. Amma Afşin Heydər İbn Kavus məqsədindən geri dönmədi. 837-ci ildə Bəz döyüşü baş verdi. Bəz qalasını mühasirə elədi. İlk dəfə burada mancanaqlardan istifadə elədi. Nədir mancanaq? Qala divarlarını dağıtmaq üçün xüsusi qurğudur və ondan istifadə edərək qala divarlarını dağıda bildi. Nizamül-Mülk yazır ki, kimdir Nizamül-Mülk? Qarşıda keçəcəyik dəyərli yoldaşlar. Nizamül-Mülk Səlcuqlu imperatorluğunda deməli vəzirdir, baş vəzirdir. Həm deməli Sultan Alparslanın, həm də Məlik Şahın dövründə 80 minlik Xürrəmi, yəni 80 min Xürrəmi Nizamül-Mülk deyir ki, Bəz döyüşündə öldürülmüşdür. 80 min Xürrəmi. Bəz məğlubiyyətindən sonra Babək bir təhər oradan qaça bildi və Arrana gəldi. Arran haradır dəyərli yoldaşlar? Ərəblərin zamanında Arran elə bizim əvvəlki Albaniyadır. Albaniyaya Arran deyirdilər. Məqsədi nə idi? Babəkin Arrana gəlməkdə burada Bizansla əlaqə saxlamaq və Bizansın köməyi ilə deməli yenidən üsyanı davam etdirmək ərəblərə qarşı. Lakin bu olmadı, çünki Babəkin inandığı, yaxın dostu Səhl ibn Sumbat ki var, Babək onun yanına getdi, amma Səhl ibn Sumbat Babəki aldadaraq ərəblərə böyük məbləğdə deməli mükafat qarşılığında təslim etdi. Yəni Babəki satdı. Babək deməli əsir götürüldü, Samirə şəhərinə aparıldı. Samirə şəhərində Babəki edam etdilər. Dəyərli yoldaşlar, Xürrəmlər hərəkatı bununla da yatırıldı, amma Ərəb xilafətinə elə bir ciddi zərbə vurdu ki, Xürrəmlər hərəkatından sonra Ərəb xilafəti bir daha nə dirçələ bilmədi, nə irəli gedə bilmədi. Getdikcə Azərbaycan ərazisində azadlıq meylləri daha da artacaq
və müstəqil feodal dövlətlərinin yaranma dövrü başlayacaq. Dəyərli yoldaşlar, Azərbaycan-Ərəb xilafətinin tərkibində mövzusu bu qədər. İzləmədə qalın.